sərhəd qoşunlarını bağlayıb, təyyarə ilə gedənlərə qapı açanda hərəmiz bir cürə söz deyirdik. Ancaq bugünkü gündə görürük ki, təxribatın qarşısını alırmış. Bəlkə yalan deyirəm mənim məsələ. Tam doğrudur. Bəlkə mən bir var təyyarədən gələn, bir də işdən keçən olsun, bir də var hər yerdən gələn təxribatçılar olsun. Sabir müəllim düzdür. Bugünkü gündə, yəni deyəcəyim ondan ibarət ki, bir halda ki, belədir, mənsə dövlətimizin, onun bugünkü gündə uğurlarının, müvəffəqiyyətlərinin sağlığını qeyd edirəm. Mən deyiləm, biz hamımız vahid dövlətin ətrafında birləşmişik. Əgər İranda Azərbaycanların başının üstünə bomba tökülürsə, bizsə bugünkü gündə belə jubileyi qeyd edirsə, fərqi görəkdir qadarını salır. Ona görə bir daha siz nə deyirsiniz, öz yerinizdə mənsə dövlətimizin, onun başçısının, Ali Baş Komandanının sağlığını qeyd etmək istəyirəm. Allah hər birimizin, ağsaqqalımızın, rəhbərimizin canını sağ eləsin. O varsa hər şeyimiz var, uğurumuz var. Bəs deyəlim. Bir daha. Onun uğurlarının sağlığı yekun nəticədə burada oturan hər birinin ailə səadətini sağlayır. Bizə simasında sizin sağlıq. Təşəkkür ederim. Şahlı müəllim. Mən dava sağlayacağım. Mən sözümü kəsəndə, yoxsa mən sizin qabağınızda... Yox. Dava yox. Dava sizi sağlayacağım. Elə bir şey... Buyur. Dönədən özür istəyirəm bu günlərdə Afrikada bir Azərbaycanlı bu formada gənci orada aksiya keçirir. Və o dilənçi uşaqlara pay-paylayır hamısını. Bax sənin kimi qadağalar. Mən onu burada sirdaşacağım sizə. Abşeron Rayon Ağsaqqallar Şurasının ağsaqqallarının və sədrlərinin qrupunda paylaşmışam. Mənim sədrim onu ləğv edib. Ona görə də mən oradan çıxmışam. Niyə? Çünki mənim dövlətimin Afrikada humanizm xətrinə təbliğ edənin qadasını alam. Onu çıxardırsa mən ondan çıxıram. Mən deyəcəyim o düşün. Kim? Sən öz böyüyünün qədrini bilirsənsə, xalqın qədrini bilirsən. Sağ ol. Öz böyüyünün qədrini bilirsənsə, ağsaqqalının qədrini bilirsən. Öz böyüyünün, yox, südümün qadasını alır. Südümə bələk alay, mən uşaq deyiləm, xoş qədəm verilişində həmişə demişəm, kişi olsa özünü yandırar. Kişi olsa özünü yandırar. Yox, əsli o ayrı şeydir. Əsli o ayrı şeydir. Kişi var, kişi qadını belə də döndürəbilir, belə də döndürəbilir. Hoş kadın da var kişi. Anzar var. Bir daha minnətdarlığımızı bildiririk, təbrik edirik. Allah səni və balalarını sənə bərk etməklə bərabər Allah bacımızı sizə, sizi bacımıza bərk etməklə. Burada oturanların da hər birinin həyat yoldaşını özünə duyan, hiss eləyən, onun qədrini qiymətini bilən kimdir. Sabirler, siz de istəyirəm. Zaman olan söz yarım çık kaldı. İmkan sözü yok. Deyilən söz yaddan çıxdı. Sağ ol mənim. Haydi deyil, dövlətimizin, xalqımızın, millətimizin sağlığı olsun. Potensiallar çıxmışdır mı? Xalqımızın, millətimizin, dövlətimizin bugünkü gündə isə Cavadovlar ailəsinin südünün sümüyünü sağlayır. Mən başa düşdüm ki, sizin sağlığınız siz hər dövlət biz də patriotuq ha. Biz də patriotuq özdə nəyi var? Nəyi var? Siz sözünüzü deyirsiniz, biz də yerində qalan olan deyil. 10 ildən sonra deyərsiniz. Yaşlarımız olsaydı mən ümumiyyətlə mən söz mikrofonu alıram komandanın əlində. Bu yatmadan Sizin sözünüzü qabağında mən. Ay Bəhram, Ölümə
Sabır müəllim. Sabır müəllim. Siz söz diyalog alsınız. O şey, matematik sizde gelir sizde bana. Yani sizin gibi yeni yetkilerle bunların da matematiği farsa gelir. Siz ne diyeceğiniz yolundan Ne diyecek diye adından çıkın. Ben de var. çıkmayayım da. Haydi oradan verdim de dedim. Bu için narod oldu. Bu da bilesin. Sağ olun. Sizin sağlığınıza istersiniz. Azerbaycan halkının sağlığına istedim. Azerbaycan halkının simasında sizin O sağlığınız. başka mesele. Ümumiyyətlə bizim xalqımız çox gözəl bir xalq, çox qeyrətli. Mən bir dənə əlavə edeyim, belə özündən demək olmasın. Mən bizim xalqımızın pasportuyam başqa ölkədə. Həqiqi mənada. Eşq olsun. Göz Həqiqi qabağında. mənada. Göz qabağında. Göz qabağında. Ha. Asabiyle bana çekme. Həqiqi gəldim üstündə ora. İncimə, darıxma, dərdin qalın. Qoymursunuz da bayana. İnşallah gələrik, tək sağlıq olsun. Aç qulaq qollarım, salır boynuma, çəkirsən qəhrimi, tək sağlıq olsun. Yaşa. Deyib gülmək olsun mərdin azarı, mərdlər burada çoxdur. Ümumiyyətlə, Cavadovlar hamısı mərddir. Onun əhatəsində olanların olarla beraber. Ceyranbatan qəsəbəsinin də elə mərd oğlanları var ki, mən Moskva şəhərində bunu bir məclisdə demişəm. Ceyranbatan qəsəbəsi kişilik məktəbidir. Yəni bizim pokoleniyanın cavanları hamısına aiddir. İndi pokoleniyanı deyəmlər, bəli. Harda qaldım? İncimə, darıxma, dərdini alın. İnşallah gələrik, tək sağlıq olsun. Aç qulaç qolların, sarıl boynuma, çəkirsən qəhrimi, tək sağlıq olsun. Yaşa. Deyib gülmək olsun mərdin azarı. Olmasın bazar, olmasın dostlarım məlum bazarı. Kişi qapısına, kişi güzarı. Düşübdür düşəcək, təsarruf olsun. 70'də buradayıq, 80'də buradayıq, 90'da buradayıq, 100'də buradayıq. Üzr istəyirəm, Bakıda bir götümüz var, burada olanlar 100'də burada olmasın. Bastırdı yere, nereye
İşim var. Yakalandırılıyor. Dünya, sənin sirlərini başa düşüb bilan varmı? Bəşəroğlu qəm içində ağlayan çox gülən varmı? Uydurmalar, yalan, böhtan, qəlbimizi elədi qan. Bir xəbər ver, o dünyadan heç qayıdıb gələn varmı? Allah rəhmət eləsin. Allah rəhmət eləsin ağlayır. Çətin bir dövranda yaşayırıq. Həqiqi mənada. İnsana nə lazımdır? Xala nə ki, atsın, görsün, hər şeyi var. Səhər geçsin işə, axşam gəlsin işə, hər şeyi var. Müdası bizim dövrdə insan çox bir keyif. Bugünkü gündə bu məclisi qurmuşuq. Bu da böyük bir işdir. Həqiqi mənada. Bəli. Hamı iş adamıdır. Hamı işindən, gücündən ayrılıb gəlib bura. Öyle gün orada var. Günü orta vaxtı saat 1-də. Düzdür. Düzdür, deyib ki, bu niyə saat 1-ə salıb, biraz da söyüb, Keçləmiş. intihası gəlibdir. Və dedim, sabah da olacaq. İntihası gəlibdir. Çətin bir vaxtdır. Hə. Buna görə mən sizlərə çox sağ ol deyirəm. Vaxtınızdan, iş vaxtından, öz vaxtımızdan, şəxsi vaxtınızdan, yəni vaxt ayırıb gəlmişsiniz. Güneyvalı kişinin, atamın məclisində iştirak edirsiniz. Çox sağ olun. Sağ ol, sağ ol. Allah sizdən razı O olsun. yaxşı, çox sən. Hə. Mən Ceyranbatan qəsəbəsində böyümüşəm. Ceyranbatan qəsəbəsində tərbiyəsini almışam. Hə, doğulmusan. Yox, hə. Doğulmamışam, yox, böyümüşəm. Doğulmamışam, yox. Gəncədə Doğulmamışam, böyümüşəm. Bizim pokoleniya Ceyranbatan qəsəbəsində bizim pokoleniya düz pika düşübdür. Yəni o dövrən dəyişən vaxta düşübdür. Kasıbçılıq vaxta düşübdür. Çətinlik vaxta düşübdür. Yəni görmüşəm, mən şəxsən mən bir dənə epizodu demək istəyirəm. Bayaqları bu anaların sağlığına istəyirlər. Saat deməli, mən bazarda işlədim, Biləcər bazarında. Haşedən çıxıb bir də üzr istəyirəm. Saat deməli, saat 4-də durub 5-in yarısında Biləcəri bazarında olmaq lazım idi. Orada vaqonlar gəlirdi, oradan malı götürüb Sərçə bazarı deyirlər. Saat 12-yə kimi nə satdım, satmadım. Satmadım, sən elə bil ki, Ubudqaya gel. uduzmusan. Hə, uduzmusan. Biləcəkdə orada tapdım. Saat 4 idi, 5-in yarısıdır, durdum, gəldim, evimizdə 90-cı il idi, 89-90-cı il idi. Evimizdə deməli, heç nə yox idi. Səhər durub adam nə içər? Şirin çay, qaymaq, şor, Abeli də şirin çay ilə. Hə. Şirin çay içər, durdum, gördüm, anam, üzr istəyirəm. Anam durub, məni yola salmaq istəyir, evdə də bilirəm ki, heç nə yoxdur. Arvad durub deməli xumda, mən də durmuşam belə, indi gedəsiyəm, saat 4-5-ə işləyib, görürəm ki, stəkan yoxdur, stəkanı. Su salıb qarışdırır. Qaşığın səsi tıqqıdır. Bilirəm ki, evdə pesab yoxdur. Pesab yoxdur, deyirəm, bu arvad nə qarışdırır belə. Qarışdırır, bir dəqiqə gözlədim. Bilirəm ki, pesab yoxdur. Bilirəm ki, pesab yoxdur. Akazıysa bu arvad durub, anam. Allah hamının arasına can sağlığı versin. Arxası mənim tərəfədir, mən də durmuşam. Bu qarışdırır. Bu gözləyir deməli. Mən durum, çıxım gedim. Mən də gözləyirəm ki, bu nəsə versin. Aydı bir dəqiqə gözlədim, bilirəm axı heç nə yoxdur. Dedim, ay mamam, mən getdim. Mən durdum. Danışsan düz danış da, yaxşı. Çətin vaxtlar idi. 90-cı ili həqiqətən keçid vaxtı idi. Çox düz danışır. Bir dənə o anı bu anı yoxdur.
Hökumət dağılıb. Hökumət dağılıb, hə. Hamı alver eləyə bilmir ki. Mən niyə qoymuşsunuz ama? Hə, dörd qulaqlar. Mən də getdim Biləcərə, gəldim. Gördüm mən bir tələbə yoldaşım, pomidor xiyar satır. Baxdım, dedim, mən baxdım, yerə qoyub, pomidor xiyar satır. Özümə deyib, adla tofiq, yaxınlaşdım, dedim. Hə, tofiq idi. Ay, sağ ol. Hə. Oğlanı danışdım. Yox. Dedim, mən sən, nə varsan sən? Dedə başı xarabsan, məsən sən. Bunu satmışsın belə. Bəli. Dedim, məndə də vəziyyət çox çətindir. Hətta artıq. Bəli. Dedim ki, Sözümü saat 6-da gəlir. Yox. Bu getdi, mən də belə baxmadı, ha, sən. Ona görə bunu yolladım ona. Ha, deyil, elə ona gəlir. Sözümün axırı var. Ha, Yəni, sağ ol, ha. bayaq anaların sağlığına istəyir. Bəli, mütləq şəkildə. Ona görə anam deməli qarışdırır. Gözləyir ki, mən gedəm, mən də gözləyirəm ki, anam nəsə versin. Başa düşürsünüz. Mən bilirəm baxır. Mən də durdum, çıxdım, getdim. Allah Taala analara elə bir ürək verib ki, elə bir qüvvə verib ki, Niyə suyma? hə, onu məsələn sözlə, hərəkətlə, İfadə yəni olması ifadə ilə deyiləsi deyil. mümkün deyil onu başa düşmək olur. Bəli. Onu ancaq hərəkətdə başa düşürsən. Sağ ol, düzdür. Başa düşürsən, hə. İndi ataların sağlığına istəyir, indi mən də növbəti Sağ ol. Deyilən istəyirəm sağ ol. analarımızın sağlığına Beşək istəyir. sağlıqdır. Analar, Keçənlərdə Allah rəhmət eləsin. analar, hə, qalanlara can sağlığı, uzun ömür. Keçənlərə Allah rəhmət eləsin. Analar, ümumiyyətlə analar övladın ürəyində elə bir yer tutur ki, övlad. Ölümə gedər, ananın sözündən imtina eləməz. Həyatda, üzr istəyirəm. Həqiqətən də belədir. Qardaş, yox, üzr istəyirəm. Həyatda ən önəmlisi odur, harada olursan ol, məkanından asılı olmayaraq. Valideyni xeyir duasın. Bəli. Mən elə başa düşürəm ki, bu məclisin başından əvvəlinə, axırına qədər sən bu kişinin xeyir duasını almış bir insansan. Bəli. Yəni saat 5 deyiblər, 5-də durmuşsan, 3 deyiblər, 3-də durmuşsan. Çətin Mən günlərdə cəzalayam. və bugünkü gün, şükür bugünkü günə, yaxşı günündə də bu yanındasan bu kişinin 80 illiyin yubileyi münasibəti ilə yanında qeyd edirsən, dayaq kimi durmuşsan, Allah səni əski eləməsin bu kişinin yanından. Sağ ol. Bu kişinin də sənin üstündən əski eləməsin. Allah sənə də can sağlıq versin, kişiyə də. Allah Əhsən, özümün çörəyini əhsən o valideynin, o ailənin tərbiyəsinə ki, sənin kişim oğul versin. Sağ ol. Sağ ol. Deyilən sağlıq. Sağ ol. Anaların Analarım sağ ol. Analarım. Sənlərə də Allah rəhmət eləsin. her şeyden unuturam. Sevdiyen veren ama. Ey kare veren derdi necə çəkmir, insan yazarım, unuturam. Kim yere düştü? Ama sevdiyen veren. Şəhdin ağrılar bəsti bol habal, yoruldu qazanlar, az digaram Evet. Ay mənim yana keçdi bu yol, məğrur kişiləri yoldular. Beram, ay Beram. Geçin taşı burada ama yarımsını aparmadı oraya. Abi gel ya. Kumarlar yaptım, ağzımın üstüne. Eşilə. Gözlərim basır, gözlərlə dünya mənimdir, ana. Güneşdir, aydır sənin qüdrətin. Alana dərmandır, isti nəfəsin. Anasının oğlunun həsrətin. Nə qədər güclüsün həyatda, ana. Sənin ailəni sağlamyada, cəhrə əriyib gün qarayanda. Gözünü yaşlı sürədin hərdən, əl çəkmək istər.
istəmirəm. Sən o qəhərlər Bugün körpə qəlbim yaman dolu. Sənin görüşünə gəlmişəm, ana. Baxıram, nəzarın yaman kirlənir. Nəzarın başında dura bilmirəm. Ağlayıb, ağlayıb, ödə bilmirəm. Təhna evimizə dönə bilmirəm.